Deməli, qulaq asın ay cəmaat. Bu Teymur Ləngin qılıncının dalı qabağı kəsən vaxtlar idi. Günlərin bir günü Teymurun yenə qanı qaralır, əmr eləyir ki, bəs ordu yığılsın, filan yerə basqına gedirik. Aləm dəyir bir-birinə. Carçılar qışqırır, hamı silahlanır. Xəbər gəlir, çatır bizim Molla Nəsrəddinə. Molla da ki, bilirsiniz də, dava adamı deyil, pulov adamıdır. Yazıq nə qədər əlləşir, ayağım ağrıyır, nənəm xəstədir deyib, bəhanə gətirirsə xeyri olmur. Teymurun adamları yaxasından yapışır ki, yox, siyahıda adım var, gəlməlisən. Molla baxır ki, qaçış yoxdur, gedir evdə nə varsa axtarır. Bir dənə qırıq kaman tapır, ipi də boşalıb elə bil tuman lastiqidir. Bir dənə də sınıq salxaq eşyəyi var, minir buna, düşür yola. İndi mənzərəni təsəvvür eləyin. Meydanda nəhəng ordu düzülüb, atlar kişniyir, zirehlər parıldayır və birdən tık 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 Molla gəlir. Altında balaca eşyək, ayaqlar yerə dəyir, boynunda da o qırıq kaman. Teymur Ləng bunu görüb az qalır atdan yıxılsın. Ho ho ho! Gülməkdən uğunub gedir. Deyir ki, ay kişi bu nədir? Sən lətifə danışmağa gəlmisən, yoxsa döyüşə? Bir at tapa bilmədin minəsən, bu eşcək nədir? Molla heç özün sındırmır. Əlin atır saqqalına, ay qiblə-i aləm deyir. Vallahi imkan olmadı. Eşcək qoymadı ki, qoymadı. Teymur təəccüblə baxır, Molla davam eləyir. Deyirəm, ay heyvan, sən qal, mən gedim. Deyir, yox, ha, yox, sən ara, mən də ora. Mən qiblə-i aləmdən ayrı dura bilmirəm. Başa düşdünüz də sözü. Yəni deyir ki, Teymur, elə bu eşcək sənin tayındır. Səni görməyəndə otlaya bilmir. Teymur başa düşür söhbəti, amma cəmaat içində səsini çıxarmır. Mövzunu dəyişmək üçün gözü sataşır Mollanın boynundakı o qırıq kamana. Qaşların çatır, yaxşı, bəs oxun hanı? Sədəquna baxıram, içi boşdur. Düşmənə nə atacaqsan, daş? Molla yenə o saf görkəmin alır, əllərini açır. Hökümdarım, sən də heç qənaət nədir bilmirsən. Bax, məntiqlə fikirləş də. Düşmən bizə ox atacaq, atacaq. O oxlar gəlib düşəcək yanımıza, düşəcək. Mən də əyilib, o oxlar yerdən götürüb, qoyacam kamana, atacam özlərinə. Niyə dövlətə artıq xərc çəkdim? Teymur əlin vurur alnına ki, ay səni. Histi-histi qışqırır, ay qəribə adamsan. Bəlkə düşmən heç bizə ox atmadı, onda nə qələt eləyəcəksən? Bax, burada Molla eşcəyin üstündə dikəlir, Teymura elə baxır ki, elə bil Teymur dünyanın ən ahmaq sualını verib. Pah, ay kişi, düşmən bizə ox atmasa, deməli dava da olmayacaq da. Dava yoxdursa, sülhdürsə, onda mən o oxu neyniyərəm? Götürüb eşcəyimi qayıdıb gedərəm evimə, pulovumu yiyərəm. Deyib vurur eşcəyin qarnına, sürür evə. Bax belə dostlar, Molla həm sözün dediyi, həm də canın qurtardı.